Balakəndə güclü yağan yağışdan sonra yaranan sel suları arıçıların əziyyətini hədər edib. Bir neçə arı ailəsi məhv olub. Arı yeşiklərinin bir qismi dağılıb. Avadanlıqlar sıradan çıxıb. Dəymiş ziyanın miqdarı hələ ki məlum deyil. Qeyri-sabit hava şəraiti tək Balakəndə deyil, digər rayonlarda da əkinçilik və heyvandarlıqla məşğul olan fermerlərə ciddi zərər vurub. Əsasən şimal, şimal-qərb və cənub rayonlarında yerləşən təsərrüfat sahələri aramsız yağışlar nəticəsində gələn sel sularının altında qalıb. Bu ağaclardır. Su altında qaldı. Yəni bundan üz döndükdə pis bu. Batı olan şey deyir o. Bir sutka su altında qalıb. Bu tökülməyə başlayır da bunlar. Mən biraz gec ayılsaydım nəyim boğulardı. Tuyuq düzələrim qırılıb. Evimdə motor bir dənə təzə olmayacaq. 2 dənə sabah su gəlib biri yandı. İndi su gəlib biri yandı. 300-400 manat üçün ziyan dəyib mənə. Yağış, sel su basma halları ilə əlaqədar sığortalı əkin sahələri və təsərrüfatlardan artıq aqrar sığorta fonduna müraciətlər daxil olmağa başlayıb. 10 gün ərzində daxil olan müraciətlərə baxdığımız zaman görürük ümumilikdə 98 müqavilə üzrə 700 hektara yaxın sahədən müraciət daxil olub. Bu kifayət qədər bir böyük rəqəmdir və havanın qeyri-sabit keçməsi, əsasən yağıntılar miqdarının çox olması, artıq çaylara su səviyyəsinin artması, kanallarda su hövzə suyun toplanması nəticəsində və sahələrə daxil olaraq fermerlərin təsərrüfatı çox ciddi şəkildə ziyan vurmuşdur. Ümumilikdə 10 rayon üzrə artıq biz bunu Ağcabədi, Ağdam, Beyləqan, Balakən, Zaqatala, Masallı, Səlyandan daxil olan müraciətlər mövcuddur. Dəyən ziyan müəyyən edildikdən sonra sığortası olan fermerlərə ödənişlər veriləcək. Amma təəssüf ki, olmayanlar tək məhsul yox, həm də maddi itki ilə üzləşmələri ilə barışmalı olacaqlar. Baxmayaraq ki, aqrar sığorta haqqında qanun 6 il əvvəl qəbul edilib. Bəzi fermerlər hələ də sığortada maraqlı deyirlər. Millət vəkili Azər Badamov hesab edir ki, aqrar sahədə sığortaların mahiyyəti fermerlərə ətraflı izah edilməlidir. Aqrar sığortanın tətbiqi də təbii ki, bu sahədə fermerlərə dəstək məqsədi ilə hazırlanmış bir qanun idi. Çünki aqrar sektorda çoxlu investisiyalar qoyulur. Əgərlər fermerlər təbii fəlakət nəticəsində istehsal sahəsində hər hansı bir çətinliklə üzləşirsə, təbii ki, onun qoyduğu investisiyaların da əlindən getməsi deməkdir. Bu baxımdan aqrar sektorun sığortalanması vacib məsələlərdən biridir. İstər bitkiçilik, istər heyvandarlıq üzrə əgər fermerlər sığorta şərtnaməsi əldə edirlərsə, burada 50%-ni, sığorta haqqının 50%-ni dövlət qarşılayır. Sığorta haqlarına gəldikdə isə bu regionlara görə dəyişir. Təxminən bir bitki sayısına görə bu 3 manatdan, 4 manatdan başlayır yuxarı məbləğlərə qədər. Bu nədən asılıdır qiymətlərin dəyişməsi? Həmin bitkilərin yerləşdiyi bölgələrə görə və onların fenoloji dövrləri xüsusilə burada rol oynayır. Xatırladaq ki, ilin əvvəlindən bu vaxta qədər ölkə üzrə 360 min hektar sahə sığortalanıb. Fermerlərə 4,8 milyon manat məbləğində ödəniş edilib. Qasım Xuluflu, Fariz Quliyev, İTV Xəbər.